Salam. Bugün danışacağımız mövzu sizinlə tibb müəssisələrində istifadə edilən acil rəng kodları olan qırmızı kod haqqında ətraflı danışacağıq. İlk öncə bu kodlar haqqında biraz təkrar edək. Ağ kod nə idi? Xəstələri onların yaxınlarına, tibb işçilərinə qarşı oğurluq, yaxud da hər hansı bir təhlükəsizlik, təhlükəli hallar olarsa, operativ şəkildə məlumatlandırmaq üçün də ağ kod. Mavi kod nədir? Ürək tənəffüs dayanması hallarında aktivləşdirilir. Çəhrayı kod nədir? Uşaq itməsi, uşaq oğurluğu riskində tətbiq olunur, giriş-çıxışlara nəzarət. Qırmızı kod yanğın təhlükəsizliyində xəbərdarlıq siqnalıdır. Bugün biz ətraflı şəkildə qırmızı kod haqqında danışacağıq ki, qırmızı kod beynəlxalq standartlara əsasən yanğın təhlükəsizlik mənasını verir. Bu kodun əsas məqsədi xəstəxanada panika yaratmadan personalı xəbərdar etmək və sürətli müdaxiləni təmin etməkdən ibarətdir. Qırmızı kodun mənası tüstü, yanğın qorxusu birbaşa olub aşkar edildikdə bu kod elan edilir. Kod elan olunduqda daxili rabitə sistemi vasitəsilə 3 dəfə diqqət, qırmızı kod və məkanın adı təkrarlanır. Görülməli olan tədbirlər sistemi adətən beynəlxalq reys alqoritminə uyğun hərəkət edir. 1. Xilas etmə, yanğın zonasında olan xəstələri, insanları dərhal təhlükəsizlik yerə köçürməkdən, yanğın düyməsini sıxmaq və ya müvafiq nömrəyə zəng edərək kodu elan etmək. Yanğının tüstünün yayılmaması üçün qapı pəncərələri bağlamaq. Əgər yanğın kiçikdirsə, söndürücü ilə, yəni bu şəkildə gördüyünüz oksigen balonu vasitəsilə müdaxilə etmək. Əgər böyükdürsə, ərazini tamamilə boşaltmaq lazımdır. Ümumiyyətlə, yanğın zamanı təcili və soyuqqanlı şəkildə hərəkətləri icra etmək lazımdır. Dərhal, əgər yanğın varsa, 112 və ya 101 nömrələrinə, yanğın söndürən xidmətlərinə zəng etmək, ünvanın yanğının miqyasının, içəridə insanların olmadığını qısaca şəkildə bildirmək lazımdır. Ətrafınızda insanlar varsa deyə onları tez bir şəkildə məlumatlandırmaq və təxliyə etmək, yəni binanı tərk etmək. Liftdə, əgər lift varsa, liftə minməmək, çünki elektrik kəsilə bilər, liftdə qala bilərsiniz. Qapıları yoxlayın. Əgər qarşınıza çıxan hər hansı bir qapı istidirsə, əlinizin arxası ilə ona toxunun. Əgər qapı istidirsə, deməli alov var, həmin qapını açmayın. Tüstüdən qorunun. Ən vacib olan nüanslardan biri də budur ki, təmiz salfet və ya əski ilə burnunuza yaş salfeti toxundurun və çalışın ki, tüstü ilə nəfəs almayasınız. Əgər otaq tüstüdürsə, yerlə sürünmək, çünki yerdə oksigenin miqdarı çox olduğuna görə tüstü yuxarı qalxır. Yəni oksigen aşağıda olur, oksigen aşağıda biraz çox olur. Sürünüb özünüzü xilas edə bilərsiniz. Yanğınla mübarizədə, belə deyək, əgər kiçikdirsə, yayılmayıbsa, yanğın söndürən balondan istifadə etmək lazımdır. Əgər çoxdursa, belə deyək, yanğını varsa, ora su tökmək olmaz, daha da alovlana bilər. Elektrik varsa, elektrik yanğını varsa, mümkündürsə, elektrik şitini söndürün. Və ora çalışın ki, su istifadə etməyəsiniz, çünki su elektriki keçirir. Daha bir nüansı sizinlə bölüşmək istəyirəm ki, yaş olan bir adyalı, yəni adyalı yaş eləyib, kiçik yanğınlarda söndürə bilərsiniz. Bu sizin köməyinizə çata bilər. Yəni, yaş adyalı oksigeni minimuma indirdiyi üçün, yəni oksigeni orada kəsdiyinə görə, yanğını nisbətən söndürə bilərsiniz, tamamilə də söndürə bilərsiniz. Yəni, həyat qurtarıcı amillərdən birini sizin nəzərinizə çatdırdım. Növbəti sizə bölüşmək istədiyim bir mövzu var ki, bu da oksigen balonu haqqındadır ki, bu oksigen balonu necə işləyir, iş prinsipinə baxaq. Ümumiyyətlə, bu oksigen balonu, bu dəstəyi hissəsində metal pil olur. Bu metal pil, ümumiyyətlə, metal pil nədir? İlk öncə onu çəkmək lazımdır. Burada da qısa şəkildə vermişik. Pili çəksək, yanğının belə deyək də söndürməyə hazırdır. Yəni, bu balon söndürməyə hazırdır. Yəni, pilin əsas məqsədi təsadüfən bu balonun kimsənin sıxmasının qarşısını alır ki, bu kimsə sıxar, o başlayar işləməyə. Yəni, bilin ki, burada kiçik bir dəmirdən pil olur və yaxud da burada siz onu çəkdiyinizdə balon hazır vəziyyətə gəlir. Həmin pil eyni zamanda plastik bir möhürlə də bərk edilir. Yəni, burada sarı rənglə verilibdir. Bu o deməkdir ki, balon əvvəl açılıb və yaxud da açılmadığını bildirir. Bu sarı pillə bilə bilərsiniz. Yəni, balona baxanda ilk öncə əlinizə alanda bunu ayırt edə bilərsiniz.
Ümumiyyətlə, dəstənin sıxılması ilə bunun açıq vəziyyətə gətirilərsə, ilk öncə belə deyək də, şlanqı yerindən açırsınız. Daha sonra vaflı klapanı açırsınız. Bu zaman təzyiq nəticəsində, içərisində belə deyək də, təzyiq nəticəsində bu şlanq vasitəsilə xaricə çıxacaqdır. Əgər bu tozla işləyirsə, fərqi yoxdur. Yəni oksigenin söndürülməsinə yanğını söndürülməsində köməklik edəcəkdir sizə. Əsas belə deyək də, işləmə prinsipi budur. Yəni burada əsas pili açandan sonra, mili açandan sonra, mil deyək də, pil deyək, bu dəmiri şuntu açandan sonra bu oksigen balonu işə düşür. Daha sonra nəzərinizə çatdırım ki, oksigen balonunu görərkən, belə deyək də, işlək vəziyyətə salmaq istəyirsinizsə, ilk öncə bu kiçik saat belə manometr görəcəksiniz bu balonun yuxarı hissəsində. Ümumiyyətlə, balona baxırsınızsa, işləyib işləmədiyini bilmək istəyirsinizsə, belə deyək, bunun əqrəb hissəsi əgər yaşıl zonadadırsa, deməli bu hazırdır, işləməyə hazırdır. İçərisində belə deyək də, balonun təzyiqi var. Püskürtmək üçün hazırdır. Yox, qırmızı zonadadırsa, yaxud da qırmızı zonada 0 işarəsi var. 0-a düşübsə, boşdur və yaxud da təzyiqini itiribdir, belə deyək. Yaxud da balona baxırsınız, işlətmək istəyirsinizsə A, B, C, yəni burada kimyavidir, metal əşyaları işlətmək qaydası üzərində qeyd edilibdir. Yəni hansı əşyaya işlətmək olar, yaxud da olmaz. Və yaxud da belə deyək də, bunu bilə bilərsiniz ki, bu tozlandır, içərisi tozludur və yaxud da içərisi maye ilə doludur, köpük vasitəsilədir. Yəni bunu da bilə bilərsiniz. Yəni bir də burada kiçik qara xətlərlə vermişik ki, burada işləmə tarixi qeyd edilir. Bu tarixlə də bilə bilərsiniz ki, bunun işləmə tarixi nə zaman başlayır, nə zaman qurtarır. Mən sizə bugün qırmızı kod haqqında, yanğın təhlükəsizliyi haqqında danışdım və bu zaman nə etmək olacağınızı qeyd etdim. Video maraqlı oldusa, like etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.